Salam əziz şagirdlər. Ötən videoda sizlər üçün bir opinion paragraf izahı vermişdim və mövzumuz da buydu ki, should schools teach students how to manage money? Məktəblər uşaqlara pulu necə idarə etmək lazımdır, bunu öyrətməlidirlərmi? Bu dəfə isə belə bir mövzu seçmişəm. Should schools organize more educational trips? Məktəblər daha çox təhsil səyahətləri təşkil etməlidirlərmi? Yenə başlayıram ki, bu çox vacib bir məsələdir. Opinion paragrafımız, yəni writingimiz mütləq topic sentence ilə başlamalıdır və topic sentence-ə controlling ideyanın olması çox önəmlidir. Topic sentence nədir? Paragrafın əsas cümləsidir. Məhz o oxucuya paragrafın hansı mövzu haqqında olduğunu və yazanın, şagirdin, müəllifin həmin mövzu barədə əsas fikrini göstərir və təbii ki, paragrafın əvvəlində yazılır. Ötən dəfə I believe ilə başlamışdım. Çalışacağım ki, hər dəfə writingdə fərqli deməli, bağlayıcı və köməkçi sözlərdən istifadə edeyim. Bu dəfə isə belə başlayıram. From my point of view, schools should organize more educational trips because they make learning more interesting and practical. From my point of view, yəni mənim baxışıma görə, mənim baxış açımdan və yaxud mənim fikrimcə, belə deyək də, I think-in daha geniş versiyasıdır. Burada bizim topikimiz, mövzumuz nədir? Schools organizing more educational trips. Məktəblərin daha çox təhsil tripləri, səyahətləri təşkil eləməyə və controlling idea nədir burada? They make learning more interesting və practical. Yəni, sonra biz bunu inkişaf elətdirəcəyik. Yəni, topic sentence bizə həm paragrafın hansı mövzuda olduğunu göstərir, həm də müəllifin bu mövzu haqqında əsas fikri. Əsas fikirdə harada verilir? Controlling idea'da. Yəni, controlling idea paragrafda nədən danışacağımızı bildirir. Ümumiyyətlə, nədən danışacağımız konkret olmalıdır, məhdud olmalıdır. Yəni, biz 15-20 şey belə verə bilmərik controlling idea'da. Bu cümləyə əsasən body hissədə, əsas hissədə bu iki istiqaməti inkişaf elətdirəcəyik ki, educational trips make learning more interesting və educational trips make learning more practical. Və biz sonraki cümlələrdə more interesting və more practical fikrini genişləndirməliyik. Burada vacib məqam budur ki, controlling idea çox belə bəsit olmamalıdır. Yəni, belə verə bilmərik də. Yəni, bu pis nümunədir ki, belə verək ki, from my point of view, schools should organize more educational trips because educational trips are good. Yəni, are good nə deməkdir bu? Yaxşıdır. Yox, biz more interesting və practical ifadəsini verərək artıq paragrafda hansı fikirləri inkişaf elətdirəcəyimizi göstərir. Yəni, educational trips are very good for students, çox bəsit ideyadır. Və yaxud they are useful, çox belə ümumidir, çox zəifdir. Çünki good və yaxud useful sözləri paragrafa hansı istiqamətdə inkişaf elətdirəcəyimizi tam göstərə bilmir. Yəni, oxuyan adam bilmir ki, hədə niyə də, yəni good, useful, niyə faydalıdır. Daha yaxşı controlling idea konkret istiqamət verməlidir ki, they make learning more interesting and practical. Və sonra biz ötən videodan yadınızdadırsa, iki səbəb və nümunə verməliyik. Birinci səbəb, keçən dəfə first of all ilə başlamışdım. Bildiyiniz kimi, mənim hal-hazırda satışda olan vəsaitimin writing ilə bağlı bölməsində birinci səbəbi başlayarkən hansı sözlərdən istifadə etməli olduğumuzu bildirmişəm. Məsələn, ötən dəfə first of all-dan istifadə eləmişək. Bu dəfə isə the first reason is that, bundan başlayıram. The first reason is that və yaxud to start with, to begin with. One of the main reasons is that, belə başlaya bilərik. The first reason is that educational trips can make lessons more enjoyable and easier to understand. Yəni, bir növ more interesting açıram buradakı.
Birinci səbəb odur ki, educational triplər dərsləri daha belə enjoyable, xoşa gələn və başa düşmək üçün asanlaşdırır və səbəb, for example, when students visit a museum, tələbə məsələn bir muzeyə baş çəkəndə, they can see real objects. Əsl, real əşyaları görə bilirlər and learn about history in a more interesting way. Və tarixi məsələn daha maraqlı üsulda öyrənə bilərlər, istəsə əlavə olaraq than just reading about it in a textbook. Dərslikdə oxumaqla müqayisədə. Fikir verdinizsə, burada birinci səbəbi the first reason is that-lə verdim və topic sentence-dəki məhz more interesting ideyasını bir növ inkişaf elətdirmişəm. For example-la da səbəbi bildirmişəm. İndi ola bilərdi ki, məsələn, for example yox, burada vermişəm ki, məsələn, nümunə verərkən, a good example of this, to give an example, this can be seen when, belə başlaya bilərik. Sonra ikinci səbəbə keçməliyik, ikinci səbəb və dəstəkləyici argumentə ki, secondly istifadə eləmişdik keçən dəfə, göstərim sizə ki, ikinci səbəbə başlayarkən keçən dəfə secondly sözündən istifadə eləmişdik. Bu dəfə isə another important point is that-lə başlayıram. Another important point is that başqa bir vacib məsələ odur ki, educational trips give students practical experience outside the classroom. Təhsil səyahətləri məhz tələbələrə sinifdən kənarda praktik təcrübələr verir. Hansı ideyanı genişləndirirəm? More practical və sonra nümunə vermişəm. Bu dəfə for instance, keçən dəfə for instance-dan istifadə eləmişdim. Bu dəfə isə bu cür vermişəm ki, a good example of this, bunun yaxşı nümunəsi odur ki, is that a visit to a science center, məsələn, can help students see how the things they learn in class work in real life. Yəni, birincidə bir növ more interesting ideyasını genişləndirdim. Xüsusilə muzeyə baş çəkib orada real obyektləri və tarixi hadisələri daha maraqlı öyrənməklə. İkincidə isə more practical ideyasını deməli inkişaf elətdirib. Bu dəfə məsələn Science Center-a bir baş çəkmək, səyahət eləmək və görmək ki, əslində gündəlik həyatda istifadə elədiyimiz şeylər realda yəni necə işləyirlər, görürlər ki, sinifdə öyrəndikləri şeylər, yəni real həyatda necə işlənir. Burada give students practical experience controlling ideyasını bir növ inkişaf elətdirmişəm. Beləliklə, paragrafın məntiqi ardıcılığı artıq belə oldu da. Topic sentence'imiz var, onun içərisində controlling idea nə idi? More interesting və biz onu genişləndirdik nümunə ilə. Sonra more practical və onu nümunə ilə genişləndirdik. Növbəti etapda nə gəlməlidir? Əks arqument və əks argumentə cavab. Keçən dəfə əks argumenti however ilə başlamışdım. However. Bu dəfə isə on the other hand ifadəsindən istifadə edirəm. On the other hand, digər tərəfdən. Some people think educational trips can be expensive and may take time away from regular lessons. Bəzi adamlar fikirləşirlər ki, təhsil səyahətləri baha ola bilər və gündəlik dərslərdən kənar adamın vaxtını ala bilər. Əks arqumenti veririk. Sonra biz əks arqumenti təzədən müdafiə eləməməliyik. Axı bizim fikrimiz başqadır. Əks arqumenti verib, sonra ona cavab verməliyik. Biz keçən writing-də əks argumentə necə cavab vermişdik? Although this may be true ifadəsi ilə, bu dəfə isə bu cür vermişəm əks argumentdə cavab. While this argument has some truth, bu fikirlə bağlı da bəzi həqiqətlər ola bilər. Baxmayaraq ki, bu argumentin də bəzi doğru tərəfləri var. Sonra sən ona cavab versən. Schools can plan trips carefully. Məktəblər səyahətləri diqqətlə deməli təşkil eləyə bilərlər, planlaya bilərlər. So that students can learn outside the classroom without missing important lessons. Və belə də tələbələr sinifdən kənarda
bir şeylər öyrənərkən vacib dərslərini buraxmazlar. Yəni on the other hand-dən əks mövqeyini təqdim etdi və while this argument has some truth-la isə fikri qəbul edib yenidən öz mövqeyinə qayıdır. Və sonda da yekun cümlə olmalıdır. Ötən dəfə yekun cümləni in conclusion-dan vermişdim. Bəli, bu sözlərdən istifadə edə bilərik. Vəsaitimdə verilibdir. Bu dəfə isə to sum up ifadəsindən istifadə edirəm. To sum up, yəni sonda bunu deyim ki, qısası, uzun sözün qısası və s. də dilimizdə belə hərfi tərcümələri var. Well planned educational trips, yaxşı təşkil edilmiş təhsil səyahəti, can give students valuable learning experience, dəyərli öyrənmə təcrübələri verə bilər, that they may not get in a normal classroom, yəni normal sinifdə əldə edə bilməyəcəklər. Yəni topic sentence'dəki iki əsas controlling idea olan more interesting və practical yenidən qısa şəkildə fərqli sözlərlə vurğulamışam. İndi gəlin esseyə bir də tam şəkildə baxaq. Deməli, birinci altından qırmızı xətt çəkilən topic sentence-də içərisində controlling idea olan from my point of view, schools should organize more educational trips because they make learning more interesting and practical. Sonra birinci səbəbimizi veririk. The first reason is that educational trips can make lessons more enjoyable and easier to understand. Sonra nümunə. For example, when students visit a museum, they can see real objects and learn about history in a more interesting way than just reading about it in a textbook. Sonra ikinci səbəb. Another important point is that educational trips give students practical experience outside the classroom. Və nümunəni bu cür vermişəm. A good example of this is that a visit to a science center can help students see how the things they learn in class work in real life. Sonra əks argument. On the other hand, some people think educational trips can be expensive and may take time away from regular lessons. Və bu argumentə cavab verib öz argumentimə qayıtmağım. While this argument has some truth, schools can plan trips carefully so that students can learn outside the classroom without missing important lessons. Və sonda da nəticə, to sum up, well-planned educational trips can give students valuable learning experiences that they may not get in a normal classroom. Baxaq, neçə sözdən ibarət oldu? 170 söz, yəni kifayət qədər çox sözdən ibarət oldu. Təbii ki, daha qısa vermək olar. İndi mən elə bağlayıcı sözlərdən istifadə eləmişəm ki, o sözlərin özü də bizim writingimizdəki söz ehtiyatını artırır. Yəni, baxaq. Təkcə elə bağlayıcı sözlərimiz 37 söz olubdur. Növbəti videoda çalışanım daha qısa 120-125 sözdən ibarət bir writing nümunəsi paylaşım. Və bu vəsaiti də əldə eləyib. Bu vəsaitdə təkcə writing nümunələri yoxdur. Həmçinin 150 dinləmə, 65 mətn var və vəsait də sizə writingi necə inkişaf elətdirmək olar, addım-addım onu göstərəcək.